Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. 14 TV və Qlobal TV-nin birgə layihəsi olan Olduğu kimi verilişini izləyirsiniz. Olduğu kiminin bu dəfəki buraxılışı müxtəlif tamaşaçı sualları əsasında tərtib olunub və həmin sualları cavablandırmaq üçün Rövşən Abdullaoğlu studiyamızdadır. Xoş gəlmisiniz Rövşən müəllim, salamlayırıq sizi. Necəsiniz Rövşən müəllim? Çox sağ olun. Keçid ala bilərəm tamaşaçı suallarına. Buyurun. İlk tamaşaçı sualı Rəsmiyə xanımdan səsləndirmək istəyərdim. Öz fikrində durmaq, öz inandıqlarını yaşamaq, bu nə dərəcələr önəmlidir? İlk növbədə insan öz inanclarını bir təftiş eləməlidir, öz düşüncəsini onu bəyan etməmişdən əvvəl bir araşdırmalıdır, müəyyən etməlidir ki, bu həqiqətlə uyğun gəlir, düzdür və yaxud da səhvdir. Belə deyil ki, bütün insanların inancları, düşüncələri, beyninə gələn hər fikir gərək bunu həyata keçirəsən və o düzdür. O nöqteyi nəzərdən ilkin mərhələdə mütləq olaraq bir təftiş, bir araşdırma aparmalıdır. Əgər insan öz inancında əmindirsə, öz fikirlərində və yaxud da öz düşüncəsində insan inanır ki, yəni bu fikirlər düzdür, mütləq olaraq o fikri təbii ki, bu insan haqqı var, yəni bəyan eləsin və bunu çatdırsın. Ən böyük problem ondan qaynaqlanır ki, insanlar öz arzularını, öz istəklərini və yaxud da hansısa beynində olan layihələri həyata keçirməkdən qorxurlar və çəkinirlər. Bu da adətən insan özünə inamsızlığından qaynaqlanır, başqalarının qınağından qaynaqlanır. Bəzən mümkündür ki, insanın fikri onu böyük bir uğura aparacaq. Bu uğura getmə nəticəsində cəmiyyətin diqqəti buna yönələcək. Digərlərindən seçiləcək. Ətrafında dostlarından, qohumlarından seçiləcək. Bu insanı qorxudur. Ona görə də insan burada artıq başlayır o fikirlərdən əl çəkməyə və düşündüyü kimi olmamağa. Və ətrafda nə cür bunu görmək istəyirlərsə, insan çalışır, o cür olsun. Əsas fikir nə cürdürsə, hətta yanlış olsa belə insan çalışır ki, o fikri qəbul eləsin və onu həyatında düz bir fikir kimi həyata keçirsin. Söhbət belə mövzulardan düşəndə mənim yadıma bir neçə şəxslər düşür. Onlardan biri Məhəmməd Əli məşhur boksçudur. Bu şəxs deyərdim ki, bu mövzuna əlaqəli ən gözəl nümunələrdəndir. Məhəmməd Əli qara dərili bir idmançıdır. O dövrdə Amerikada qara dərilərə qarşı bir ön yarğı var idi. Onları cəmiyyət tərəfindən qəbul olunmurdu. Yaxşı bir işlərə, vəzifələrə bu insanı heç vaxt təqdim eləmir. Hətta bir çox idman növü ağ dərililərə xas olan idman növü kimi tanınırdı. Və bir çox qara dərilər tarixdə, məsələn, tennisdə ilk qara dərili, boksda və yaxud da reqbidə, beyzbolda ilk qara dərili kimi tanınır ki, o idman növü tərəfindən qəbul olunur və imkan verilib ki, bu Amerikanın birinciliyində və dünya səviyyəsində Amerikanın adına iştirak eləsin. Məhəmməd Əlinin həyatına biz baxsaq, baxıb görərik ki, bu insan ən uğur qazanmış qara dərili bir idmançıdır və o dövrdə baxmayaraq ki, qara dərilərə qarşı bir mənfi bir yanaşma var idi. Məhəmməd Əli bunlara heç diqqət eləmir. Hətta bəzi müsahibələrində bildirir ki, mənim uğur əldə eləməyimə səbəb məhz ona qarşı yönəlmiş bu həmlələrə nisbətdə olan bir qəzəb idi. İstəyirdi ki, özünü doğrultsun, sübut edə bilsin. Özünü sübut eləsin, öz fikrində sabit qədəm olsun. Həyatının müəyyən bir mərhələsində bu İslam dini ilə tanış olur və müsəlmanlığı qəbul edir. Və bir qara dərili özü də İslam dinini qəbul eləmək, bu o insanın karyerasının üstündən xətt çəkilməsi kimi bir şeydir. Özü də bu İslam dinini qəbul eləyəndən sonra bunu açıq-aşkar cəmiyyətə bildirir və öz adını belə dəyişir. Hətta bir çox döyüşlərində bunu əvvəlki adı ilə Cassius Clay olaraq çağıranda bu həmişə qəzəblənirdi ki, yox, mənim adım Məhəmməd Əlidir və ring döyüşlərində bir çox halda biz şahid oluruq ki, döyüşün sonunda həmən şəxsə deyir ki, bəs mənim adım nədir? Ondan istəyir ki, bir təsdiq alsın da. Yəni, bu onu göstərir ki, bu insan öz inancında nə qədər sabit qədəmdir, nə qədər inanır və baxmır ki, bu karyerasına son verəcək, gələcəyi nəzər olacaq, nəyi düz bilir, başlayır onu yaşamağa. Maraqlı orada nüanslardan biri budur ki, Məhəmməd Əli bütün bunlara baxmayaraq həyatında nəinki bu inancını, hətta ictimai mövzularda belə nəyi düz bilirdi, onu
yəni bəyan eləyirdi. O vaxtı Amerika Vyetnam müharibəsinə müdaxilə eləyir və Məhəmməd Əlini də ora bir əsgər kimi aparmaq istəyirlər. Məhəmməd Əli bundan imtina edir və orada məşhur bir sözü var ki, deyir ki, mən Vyetnamlılarla nəyə görə vuruşmalıyam? Onlar məni qara dərili, məsələn, zənci deməyiblər, onlar mənim üstümə həmlə eləməyiblər, məni təhqir eləməyiblər. Yəni onların mənimlə heç bir pis münasibəti, bir konflikti yoxdur. Mən nəyə görə onlarla müharibə eləməliyəm? Özü də bir təsəvvür edin ki, boks karyerasında böyük bir uğurlara imza atmış bir şəxs birdən-birə İslamı qəbul edir, ictimai mövqeyini bildirir. Yəni bütün bunlar üst-üstə bu qorxmur ki, məni cəmiyyət unudacaq, bu qorxmur ki, məni məsələn həyatının amalı olan bu idmandan çıxardacaqlar, mənimlə nə baş verəcək, insanlar mənə qarşı çıxacaq. Çünki əksəriyyət xristian düşüncəli, əksəriyyət orada dinə biganə təfəkkürlü olan insanlar və onunla belə bu bütün məsələn o dövrdə Vyetnama getmək ölkənin bir patriotizmi kimi hesablanırdı. Bu ona baxmayaraq ümumi rəyə qarşı çıxır. Ona görə həbs də olunur. Ona görə bir müddət həbs olunur. Hətta həbsə getməmişdən əvvəl Amerika məhkəməsi bunun üçün bir imkan yaradır ki, əgər sən fikirlərindən əl götürsən, biz səni həbsdən çıxardarıq. Bir neçə il bu insan yəni həbsdə gedir, yatır, yenə də fikrindən daşınmır. Yəni sonuna qədər yəni Məhəmməd Əli öz belə deyək də yolundan dönmür. Nəyi düz bilir? Fərq eləmir İslam aləmində. Elə insanlar var ki, dini inancı olmayıb, ancaq nəyisə düz bilib, o fikirdə sona qədər gediblər. Yəni, mühüm olan odur ki, insan nəyə inanırsa, nəyə etiqad bəsləyirsə, ona açıq-aşkar desin və hansısa kənar qınaqlara və yaxud da kənar təzyiqlərə görə düz bildiyi bir şeyi başqa cür qələmə verməsin. Növbəti tamaşaçı sualına keçid alıram Rövşən mənim. Bəhruz adlı tamaşaçımız yazır. Elə qəzəb də qeyd etdiniz bayaq söylədiyiniz cümlələrdə. İnsan qəzəbini necə yatırda bilər və nə edə bilər ki, tez əsəbləşməyək? Psixologiyada belə bir insan beyninin xüsusiyyəti barəsində belə bir fikir var. O bundan ibarətdir ki, insan eyni anda bir neçə mövzu üzərinə köklənə bilmir. Yəni həmişə köklənir bir məsələ üzərinə və onun üzərində başlayır düşünməyə, fikirləşməyə. Qəzəb zamanı proses necə baş verir? Hansısa bir hadisə bizi narahat eləyir və bu hadisəyə qarşı içərimizdə müəyyən bir əksüləməl yaranır. Bax, bu əksüləməl əgər xoşa gəlməzliklə səciyyələnirsə, bu qəzəb kimi insanın daxilində bir his kimi yaranır, düzdür? Bu qəzəb yaranan zaman insanın daxilində... Düz istəyirəm, əksül-əməl birləşməsini sual olaraq yarandı məndə. Onu bir izah edib yenidən davam edə bilərik. İnsan psixologiyası ətrafda baş verən hadisələrə biganə deyil. Yəni, bizim ətrafımızda insanların danışığından tutmuş, təbiət mənzərəsi və yaxud da hansısa bir səs-küy fərq eləmir. Ətrafda baş verən hər hansı bir hadisə bizim psixologiyaya müəyyən təsirlər qoyur. Bu təsirlərə bizim psixologiyanın bir qarşılıq verməsi var. Bu qarşılıq verməni biz əksüləməl kimi, yəni psixologiyanın ətraf hadisələrə əksüləməli kimi dəyərləndiririk. Bəzi əksüləməllər xoş əksüləməllərdir, bəzi əksüləməllər insanda qıcıq yaradır. Qarşı tərəfin sənə gülümsəməsi, sənin ona gülümsəməyinlə. Bəli. Bu əksüləməldir. Xoş hiss yaradacaq, insanın içində bir, belə deyim, sevinç, fərəh yaradacaq. Deməli, bizim psixologiya bu hadisəyə, yəni gülümsəməyə qarşı bu cür əksüləməlidir. Qəzəb isə ətrafa mənfi əksüləməl nəticəsində yaranan bir hissdir. Qəzəb yaranan zaman insanın fikri yalnız o qəzəb obyektinə yönəlir və başlayır o hadisəni mənfi çalarlarda təhlil eləməyə. Məsələn, hansısa bir insan buna bu salam verdi, ona salam vermədi. Artıq bu hadisəni başlayır qəzəb obyektinə çevirir və mənfi çalarda təhlil etməyə başlayır. Və müəyyən ehtimallar verir. Onun məndən xoşu gəlmir, onun mənimlə düşmənçiliyi var, o mənə qarşı hansısa bir belə deyək də pis bir plan hazırlayır və ilaxır başlayır bu cür onu beynində təhlil etməyə. Bu məsələyə kökləndikcə, bu cür mənfi təhlil etdikcə insanın qəzəbi də şiddətlənməyə başlayır. Psixologiyada məsləhət görürlər ki, insan əgər fikrini o qəzəb obyektindən başqa bir yerə yönəltməsə, bunun o hadisəyə əksüləməli bu cür mənfi olacaq və getdikcə şiddətlənməyə başlayacaq. Ona görə həmən vaxtı mütləq olaraq insan müsbət bir fikirlərlə özünü məşğul etməlidir və daha doğrusu bu olardı ki, o hadisənin müsbət çalarlarda başlasın təhlil etməyə. Yəni, bu cür bəraətlər qazandırsın ki, ola bilsin salamımı eşitmədi,
Ola bilsin fikirli idi, bu dəqiqə onsuz hamının belə deyək də fikri ancaq öz işində, öz gücündə. İndi bu da öz problemləri ilə fikri məşğul olduğuna görə salamı diqqət eləmədi. Və bu cür mövzunu müsbətə təhlil etdikcə insan hiss eləyəcək ki, içində qəzəbi başlayır soymağa. Yəni qəzəbin əgər o qidasını insan verməsə, qəzəb get-gedə sönəcək və axırda o hisslər xoş bir hisslərə çevriləcək. Ona görə ilk növbədə qəzəbin qarşısını almaq üçün insan o köklənməsini dəyişməlidir, müsbət tərəfə çevirməlidir. Müəyyən vaxtdan sonra insan özünü qəzəblənməməyə, yəni həlim olmağa artıq özünü adət etdirir. Və bir narahat hadisə ilə qarşılaşan kimi onu başlayır, artıq bunda bir avtomatizm yaranıb. Məsələni artıq başlayır müsbət mənada izah eləməyə, bunda qəzəb olmur. Əksinə, qəzəbli insanlar bir hadisəyə qəzəblənirlər, özlərini kontrol eləmirlər və işin mənfi tərəfini fikirləşdiklərinə görə artıq bu adət halına gəlir. Hər hansı bir insanın kiçik bir hərəkətinə qıcıqlanırlar. Yolda nəsə baş verir, ona qıcıqlanırlar və daim sanki iynə üstündə oturmuş kimidirlər. Yəni hər şeyə bir qıcıq obyekti kimi baxır. Bunun sonu təbii ki, axırda bu psixoloji gərginlik içərisində bunun həyatı bərbad olacaq. Ailə münasibətlərinə qədər belə bunun qəzəb hissi təbii ki, təsir eləyəcək. İkram adlı tamaşaçımız yazır. Ola bilər ki, ruzi var, ancaq bərəkət yoxdur. Ruzi deyildiyi kimi, ruzinin çoxluğu bu insanın məişətində hansısa bir nemətin kəmiyyətinə aid olan bir anlayışdır. Bir də var ruzinin bərəkəti. Hər hansı bir şeyin, ömrün də bərəkəti ola bilər. Yəni hər hansı bir məsələnin biz keyfiyyət tərəfindən təhlil etsək, artıq burada bərəkət anlayışı gəlir. İndi xalq arasında da deyilə bunun ömrü bərəkətli idi. Yəni yaşadığı baxmayaraq azdı, az yaşadı, ancaq ömrü bərəkətli oldu. Belə bir təbirlər də var. Bu şairin ömrü çox bərəkətli idi. Yəni 30 il yaşayıb, ancaq 30 il müddətinə çoxlu yaradıb, çoxlu cəmiyyətə fayda verib, gözəl şeirlər olub. Yəni bərəkət deməli insanların düşüncəsində də məsələnin həmişə keyfiyyət tərəfinə yönəlmiş bir anlayışdır. O nöqteyi nəzərdən bəli, mümkündür ki, bu məsələ bəzən bunu metafizik olaraq da izah eləyirlər. Bir hadisə mümkündür kəmiyyət cəhətdən az olsun, ancaq keyfiyyət cəhətdən çox olsun. Onda deyirək ki, bu bərəkətlidir. Yəni bərəkət anlayışı ruzidən ayrıdır. Bir hədislərin birində də qeyd olunur. Deyirlər ki, Davud adlı bir səhabə imamla söhbət eləyir və imam ona bu bərəkət və ruzinin çoxluq anlayışını bir-birindən ayırır. Ona deyir ki, haram bir yolla əgər haram əldə olunsa, bu haram heç bir zaman artmaz. Haram mal heç zaman çoxalmaz. Ancaq deyir, birdən çoxalsa, yəni adətən haram, insan haramdan qazananda necə qazandı, necə gəldi, necə getdi, insan bunu görə bilmir. Artıra bilmir, nəsə bunun üstünə pul qoysun, yığsın. Yəni bu cür haramda biz bu xüsusiyyəti görürük. Əgər haram çoxalsa, hədisdə deyilir, əgər çoxalsa, onda bərəkət olmaz. Yəni əgər hansısa bir sərmayəni sən haram yoluna əldə eləmsən, bunu çoxalda da bilsən, baxmayaraq ki, çoxdur kəmiyyət cəhətindən, onda keyfiyyət olmayacaq. Yəni sən o xeyrini heç vaxt görə bilməyəcəksən. Ona görə ki, bu haram mal sənə aid deyil, sənin həqiqi mülkiyyətində deyil. Sənin mülkiyyətində olmadığına görə sən bunu tamlığı ilə sahib ola bilmirsən və düzgün istiqamətlərdə istifadə edə bilmirsən. Adətən bərəkət anlayışı insan hansısa bir nemətdən və yaxud hansısa bir ömürdən deyim, vaxtından deyim, pulundan deyim, hansısa övladlardan deyim, bunlardan güdülən məqsədə doğru düzgün və səmərəli istifadə olunursa, onda deyirlər bu bərəkətlidir. Yəni insan bu ömründən istədiyi kimi istifadə edə bildi, daha çox ondan bəhrə götürə bildi. Təbii ki, onda bərəkət anlayışı gəlir. Bu yaxınlarda mövzuna əlaqəli bir yazı oxumuşdum. Qeyd olunur ki, dövrümüzdə iqtisadiyyatçılar, holdingin CEO-ları, mühasibatçılar gəlirləri və çıxarları çox gözəl şəkildə hesablaya bilirlər. Amma elə bir CEO, elə bir mühasibatçı yoxdur ki, yaradanın verdiyi bərəkəti hesab-kitab edib axırda nəticə əldə edə bilsin. Yəni o bərəkəti hesablanmazdı və ən azından bizim müşahidə elədiyimiz bu maddi sistemin üzərində qeyri-maddi bir sistem də vardı. Bizlər nə qədər təcrübə etsək, nə qədər araşdırsaq, bu maddi sistemdə ancaq fəaliyyət göstərir və maddi qanuna uyğunluqları biz üzə çıxardırıq. Ancaq unutmaq lazım deyil ki, bu maddi sistemin üzərində olan və bunu ilə iç-içə olan bir qeyri-maddi bir sistem var, bir metafizik bir sistem var ki, o metafizik sistemin də özünə uyğun qanuna uyğunluqları var. Bizlər maddi qanuna uyğunluqları
önə çəkirik. Ancaq dinlər isə məsələni qeyri-maddi tərəfdən ələ almağa çalışırlar və yaradılış aləmində olan qeyri-maddi qanunları da, o düsturları da insanlara təqdim edirlər. Bu bərəkət mövzusu elə sizin orada qeyd elədiyiniz kimi bəzi məsələlər var ki, hesablamaya gəlmir. Bəzi işlər var ki, insan maddi qanunlarla onu heç bir zaman araşdırıb bir ortaya çıxarda bilmir. Carl Gustav Jung'un belə bir nəzəriyyəsi var. Bu məşhur psixoterapevtlərdəndir və eyni zamanda da mütəfəkkirlərdəndir. Sinxronluq nəzəriyyəsi. Bu sinxronluq nəzəriyyəsində Nobel mükafatçısı, fizikaçı ilə də birgə işləyib və o işin nəticəsi olaraq belə bir elmi bir traktat bu yazır, sinxronluq nəzəriyyəsi barədə. Bu traktatda işin, ümumiyyətlə hadisələrin qeyri-maddi tərəfinə bu insan yanaşır. Bəli. Və orada qeyd edir ki, bizlər məsələdə bəzən maddi səbəb-nəticə qanunları ilə məsələni təhlil edirik. Ancaq baş verənlər bizlərə təlqin edir ki, burada sizin görmədiyiniz qeyri-maddi hansısa belə deyim də, təsirlər də vardır. Orada bir çox misalları göstərir. Məsələn, deyir ki, bir insan olur ki, dünyasını dəyişir. Bu insan dünyasını dəyişən kimi bunun həmişə çay içdiyi fincanı sınır. Deyir, məsələn, bunu biz maddi səbəb-nəticə ilə heç bir zaman əlaqələndirə bilmərik. Deyir, belə hallar yüzlərləndir. Bu insan onlarla da görüşür, onlarla da əlaqə saxlayır və həqiqətən qarşılaşır bu cür hadisələrlə. Və yaxud da deyir, bir insan gəlir birinin evinə qonaq, ancaq yarı yolda fikrinə gəlir ki, bu evdə deyil, məsələn, filan dükandadır. Gedir o dükana görür ki, oradadır. Deyir, bu cür hadisələr onu bizə göstərir ki, bu maddi səbəb-nəticədən başqa, tamam başqa bir qayda qanunları da var ki, orada nə zaman, nə məkan, nə hansısa bizim bildiyimiz fizika qanunları, kimya qanunları orada keçərli deyil. Yəni, bu məsələyə hətta dünyəvi mütəfəkkirlərin belə diqqət çəkdiklərini göstərir ki, onlar belə bəzi hadisələr var ki, baxıb görüblər ki, maddi kontekstdə məsələni ələ alsaq, heç bir izah tapa bilməyəcəklər. Heç bir izah tapmaq olmur. Tamaşaçı suallarımız çoxdur, Rövşən müəllim. Bir-bir səsləndirməyə çalışacağam. Ailə mövzusu tamaşaçımızın sualında qeyd olunub. Qardaşımın artıq 37 yaşı var. Ancaq ailə həyatı qurmaq istəmir. Deyir ki, ailəyə ehtiyac yoxdur. Rövşən müəllimdən xahiş edərdim ki, suala cavab versin. Ailə nəyə görə lazımdır? İnsanlar nəyə görə evlənməlidirlər? Bəlkə anlayar, fikrindən vaz keçər. Belə insanlara həqiqətən rast gəlmək olur. Ola bilsin ki, bu müasir dövrdə belə şəxslərin sayı bəlkə də çoxdur. Bunları biraz ideoloji məsələlər narahat eləyir. Yəni, bu həyata baxış fəlsəfəsi, bu çox önəmlidir. Bizlər əvvəlki dönəmlərə biz baxsaq, ölkəmizdə ailə institutu daha, deyərdim ki, möhkəm və daha sağlam idi və ailə həyatı qurmaq cəmiyyət davranışlarının ayrılmaz bir hissəsi kimi idi və bir norma kimi qəbul olunmuşdu. Artıq hamı ailə həyatı qurmalıdır, bu məsuliyyətli vəzifəni insan öz üzərinə götürməlidir. Ancaq haradasa biraz müasirləşdikcə, dırnaq arası belə deyək, düşüncələr dəyişdikcə, həyata baxışlar dəyişdikcə insanlar ailə institutlarına biraz hətta bəzən gerilik kimi baxırlar və onu artıq düşünürlər ki, biz elə bir zamana gəlib çatmışıq ki, ailəyə elə də önəm vermək lazım deyil. Bəzən evliliklər buna görə daha yaşlı bir dönəmlərə təsadüf edir. Sualda qeyd olunan kimi 37 yaşına çatıb bu insan ailə həyatı qurmuşsa, deməli bunu narahat edən hansısa bir məsələlər var. İndi sualdan belə başa düşülür ki, bu ailəyə elə də böyük bir dəyər vermir. Bu həyata baxışınla təbii ki, əlaqəlidir. Bu insana ilk növbədə başa salmaq lazımdır. Ailənin əhəmiyyətini başa salmaq lazımdır. Ailənin ictimai bir faktor kimi zəruriliyini başa salmaq lazımdır. İnsanın ailəyə ümumiyyətlə nəyə görə ehtiyacı var? Bir insan o işi edir ki, o işdə özü üçün bir mənfəət görür və yaxud da dəyər verdiyi hansısa şəxslərə nisbətdə bir mənfəət görür. Bu mənfəət də yenə də bir növ insanın özünə qayıdır. Əgər o mənfəəti görməsə, insan heç bir zaman bu addımı atmayacaq. Özü üçün o addımı gərəkli bilməyəcək. Ailənin ictimai zəruriyyətlərindən danışmaq olar. Ailəyə insan fərdi ehtiyacı var, psixoloji ehtiyacı var, mənəvi ehtiyacı var. Onu danışmaq lazımdır. İnsan ümumiyyətlə ailə həyatı quranda bir növ özünü daha məsuliyyətli hiss edir. Bir çox psixoloji insanın fobiyaları, narahatçılıqları var ki, gələcəyə yönəlik və yaxud da özünə yönəlik narahatçılıqlar. Məsələn, tənhalıq qorxusu və yaxud da çətin bir anda insan himayəsiz qala bilər. İnsan
hansı bir munisə, kimlənsə həmdərd olmağa möhtacıdır. Bu şeylər mümkündür cavan yaşlarda insanı çox da elə narahat eləməsin. Çünki dost tanış çoxdur. Ancaq müəyyən bir yaşdan sonra hamı ailə həyatı qurandan sonra, hamı artıq belə deyim də öz ailəsi, kiçik cəmiyyəti olandan sonra dostların insan həyatında təsiri hardasa orta məktəb və institut illərinə baxanda biraz demək olar ki, azalır. Orta məktəb və institutda əgər uşaq səhərdən axşama kimi demək olar hansı bir dostun, o da subay, bu da subay, ünsiyyət qururdularsa, bütün vaxtını bir yerdə keçirirlərsə, bu təbii olaraq, yəni iş faktorunu burada nəzərə alırıq, ailə faktorunu nəzərə alırıq, dostlara artıq burada vaxt az qalır. Ona görə bu insana başa salmaq lazımdır ki, yəni həyat sırf əyləncədən ibarət deyil və həyatda mühüm olan bir addımlar var ki, ona atmaq lazımdır. Bu mövzular üzərində mən düşünürəm ki, bu insana bir izahlar verilsə, onda təbii ki, yəni bu ailə həyatı qurmağa bir meyl yaranar. Həmçinin fizioloji faktorlar da burada var, cinsi ehtiyaclar mövzusu da burada var. Bütün bunları, bu dediklərimiz hamısını kompleks şəklində o insana izah etmək lazımdır. Jalə Yusufzadə adlı tamaşaçımız maraqlı bir sual göndərib. Mənim qızım orta məktəbdə oxuyur. Təzəlikcə öyrənmişəm ki, bir oğlanın ondan xoşu gəlir. Ona bir məktub yazıb. Sevgisini orada etiraf edir. Bu mənim üçün çox gözlənilməz oldu və bu hadisə qarşısında nə edəcəyimi bilmirəm. Rövşən müəllimdən məsləhət istəyərdim. Orta məktəbdə qız oğlanın bir-birinə qarşı olan hissləri, bunlar normal bir hisslərdir. Ona görə normaldır ki, yəni o vaxtlarda bunların psixologiyası yeni formalaşır. Bir çox hisslərlə bunlar təzə başlayıblar tanış olmağa. Uşaqlıq illəri artıq arxada qalıb, get-gedə bunlar başlayırlar yetkinləşməyə. Yetkinləşmə həm fizioloji, həm də psixoloji cəhətdən baş verir. Yəni paralel bu inkişaf gedir. Psixoloji və fizioloji inkişafın gərəyi olaraq əks cinsə qarşı uşaqlarda müəyyən bir hisslər yaranır. Bir çox halda bu hissləri sevgi ilə, məhəbbətlə qarşılaşdırırlar. Bu ancaq xoşa gəlmək, bəyənmək və yaxud da hansısa bir simpatiya, bu cür hisslər fonunda izah olunur məhəbbət kimi. Ancaq əslində bunlar mən deyərdim ki, o yaşlarda, orta məktəbdə, məxsusən də orta məktəbin 7-ci, 8-ci, 9-cu bu illərində olan hisslər, bunlar əslində o məhəbbət, eşq ki, biz bunu dilə gətiririk, o ondan deyil. Yəni bu tamamilə başqa bir qəbildən olan bir hisslərdir. Və adətən də bu hisslər yəni tez keçici olur. Düzdür, mümkündür ki, bu hisslər sonradan böyük bir qarşılıqlı hörmətə, məhəbbətə, bu hisslərə yəni keçir və sonradan bu insanlar ailə həyatı da qura bilərlər. Ancaq statistika ümumiyyətlə göstərir ki, orta məktəb vaxtlarında bir-birinə qarşı olan hissləri olan insanların əksəriyyəti sonradan ailə həyatı qurmurlar. Bəli. Yəni bunu biz baxsaq, yəni çox az bir qismi sonradan bir ailə kimi möhkəm bir bağlarla bunlar bir-birlərinə bağlanırlar. Ona görə bu illərdə olan hisslərə hardasa ciddi bir məsələ kimi düşünürəm ki, baxmaq lazım deyil. Sadəcə olaraq yəni o vaxtda uşağa bir başa salmaq lazımdır ki, yəni bu yaşda bunlar orta məktəbdə yəni daha çox fikirlərini dərsə yönəltməlidirlər, daha çox onlar daha ciddi mövzulara yönəltməlidirlər və məktəb də məhz bunun üçündür. Yəni insan məktəbə ona görə gedir ki, təhsil alsın, bilik alsın və səhərsi günü cəmiyyətə faydalı bir şəxs olsun. Və digər məsələlər onlar artıq ikinci dərəcəli bir məsələlərdir. Yenə də yəni valideynlər əgər sonradan yəni bu iki nəfər bir-birinə hissləri görərlər ki, davamlı oldu və yaxud da belə deyək də sonradan ciddi bir formaya əgər keçərsə, onda valideynlər burada bu mövzuya fikirlərini təbii ki, dəyişə bilərlər. Ancaq ilk vaxtda təbii ki, bu mövzulara biraz övladlarına açıq söhbət eləsinlər və onu dinləyəndən sonra çalışsınlar ki, ona düzgün bir məsləhət versinlər. Yəni daha doğrusu fikirlərindən yayındırmaq da məsləhətdir. Belə deyək də, yəni təbii ki, o dövrdə bunlara tövsiyə verə bilməzlər ki, bəli, o səni istəyir, sənə qarşı hissi var və uşağa, yəni o yaşda bundan artıq, yəni bu cür tövsiyələr vermək təbii ki, düzgün deyil. Ona sadəcə olaraq başa salmaq lazımdır ki, bu keçici bir hissdir, sonradan yəni ki, bu hisslər səndə keçəcək. Çünki insan biraz daha yaşı çoxaldıqca həyata uşaq yaşlarında olduğu kimi bəsit baxmır. İnsanın elmi artdıqca, insanın həyat təcrübəsi çoxaldıqca ona görə həyata biraz başqa cür baxır. Əgər orta məktəb illərində bunun üçün hansısa bir şəxsi sevmək, məsələn də başqa hansısa bir kateqoriyalar üzərində qurulmuşdursa, zahiri gözəllik və ilaxır,
Ancaq yuxarı yaşda artıq bu başlayır tamam başqa cür baxmağa və adətən də orta məktəbdə olan, hətta fizioloji cəhətdən belə orta məktəbdən sonra bu insanlar dəyişir. Bəli. Ona görə sevgi obyekti olan insan hətta zahiri nöqteyi nəzərdən dəyişdiyinə görə bir neçə müddətdən sonra artıq bunun o tələblərinə cavab uyğun gəlmir. Ona görə bu mövzuları uşağın indi o yaşına uyğun olaraq başa salmaq lazımdır və bu hissin daha əsaslı, daha möhkəm bir hiss olmadığını buna bildirmək lazımdır. Yenə də qeyd elədiyim kimi, yəni bunlar sonradan əgər bu hisslər qalarsa və bəzi ailələrdə olduğu kimi sonradan daha möhkəm bir bağlara çevrilərsə, təbii ki, onda bu mövzu barəsində valideynlər fikirlərini düşünə bilərlər. Dilbər adlı tamaşaçımız yazır. İslama görə kişi digər dinlərə etiqad edən qadınla evlənə bildiyi halda müsəlman qadına bu cür evlilik qadağandır. Nəyə görə bu belədir? İslamın ailə institutuna baxışı sırf ictimai bir faktor kimi deyil və həmçinin cinsi ehtiyacların ödənməsi üçün qurulan bir rabitə forması da deyil. İslam ailəyə eyni zamanda mənəvi ehtiyacların ödənməsi və bir-birlərinə düz yolda olmaq, həqiqəti tapmaq və bu həqiqətdə sabit qədəm olmaq üçün bir-birlərinə yardım etmə kimi də baxır. Həyat yoldaşları bir-birlərinin elmi, həmçinin psixoloji və mənəvi ehtiyaclarını da ödəməlidir. Və İslamın baxışına görə, əgər ailə quran fərdlər bir-birlərinə düşüncə cəhətdən, ideoloji cəhətdən uyğun deyillərsə, bunların ailə həyatı qurması artıq mümkün olmur. Ona görə ki, ideoloji aralarında heç bir rabitə olmayan bir insanların hansısa bir ictimai ailə kimi mühüm olan bir ictimai bağlılığa girməyi də düzgün bir nəticələnməyəcəkdir. Ona görə bu mənəvi bağlar, ailə kimi mənəvi bağlar mühümdür ki, ideoloji uyğunluqlar əsasında da qurulsun. Bu bir. Bunu hətta təsəvvür etməyə də biraz narahatçılıq gətirir insana. Məsəl üçün ayrı-ayrı düşüncə tərzində olan hətta. Bəzi düşüncə uyğunsuzluqları var ki, yəni iki insan heç bir zaman bir-biri ilə tamamilə uyğun ola bilməyəcək. Barmaq izləri kimi insanın şəxsiyyəti də, düşüncələri də bir-birindən fərqlənir. Hardasa müəyyən bir cizgilərində, müəyyən bir fikirlərində uyğunsuzluq olacaq. Ancaq elə uyğunsuzluq var ki, bunlar fundamental ideoloji mövzulardadır. Allaha inanc kimi və yaxud da axirətə inanc kimi bunlar insanın bütün düşüncələrinə təsir edir, bütün həyat tərzinə təsir edir. Yəni bu sırf bir fikrin qəbul olunub olunmamasından söhbət burada getmir. Dediyimiz kimi bu qəbul olunub olunmama insan həyatını bu və ya digər formada tamamilə əhatə edir və nüfuz edir. O nöqteyi nəzərdən bu cür fundamental mövzularda uyğunsuzluq olanda, ideoloji uyğunsuzluq olanda İslam onlara ailə həyatı qurmağa icazə vermir. Çünki dediyimiz kimi İslamın əsas hədəfi odur ki, ailə sağlam olsun, ailə cəmiyyət üçün faydalı bir mərkəzə çevrilsin. Ona görə ideoloji uyğunsuzluq mühümdür. Bəzi uyğunsuzluqlar var ki, bu uyğunsuzluqlar İslam üçün belə deyək də fundamental deyil və elə də fundamental olmadığına görə bunun əsasında, yəni bu cür uyğunsuz şəxslərin ailə həyatı qurmasına icazə verir. Kişilərin bu nöqteyi nəzərdən, əgər dediyimiz kimi fundamental uyğunsuzluq yoxdursa, hansısa bir digər dinlərin nümayəndəsi ilə ailə həyatı qurmağa icazə verir. Dinlər deyəndə səmavi dinləri bizlər nəzərdə tuturuq. İslam səmavi dinlərin nümayəndəsi xristianlardır, yəhudilərdir. Kişinin bu dinlərin nümayəndəsi ilə təbii ki, burada da müəyyən bir nə formada, hansı şərtlər, indi biz onu tam üzərinə durmuruq. Əsas sualla biz əlaqəli olaraq istəyirik cavab verək. Hansı formalı nikah nə cür olmalıdır, hansı şərtlərlə biz onların üzərində durmuruq. Xülasə, o kişinin səmavi dinlərin nümayəndəsi olan xanımla ailə həyatı qurmasına İslam dini icazəli bilir. Ancaq bu tərəfdən qadınların səmavi dinin nümayəndəsi olan şəxslərlə hər hansı bir formada belə deyək, hər hansı bir şərtlərlə ailə həyatı qurmasına qətiyyən icazə vermir. Bunu yanaşmanı da biz bəzi hədislərdə və bəzi İslam mütəfəkkirlərin sözlərindən hasil edə bilərik ki, bunun izahı nədən ibarətdir. Qeyd olunur ki, adətən kişilər qadınları öz təsirləri altına alma qabiliyyətinə malikdir və kişilərin düşüncəsi, kişilərin xarizması, belə deyək, qadınlar üzərində böyük təsirə malikdir və qadınlar adətən həyat yoldaşlarının inancında olurlar. Sizlər bir
araşdırma aparsaz, ümumiyyətlə ailəyə daxil olan qadının əvvəlki düşüncəsi, ailə həyatı qurandan sonra düşüncəsi, baxıb görərsiniz ki, bir çox ailədə, yəni burada da adətən biz qeyd edirik, əksər hallarda kişilər onların düşüncələrini köklü surətdə dəyişir, inanclarına, dəyərlər sisteminə köklü surətdə təsir edir. Qadın ailə həyatı qurandan sonra həyat yoldaşının həyatı ilə yaşamağa başlayır, onun düşüncələri ilə düşünməyə başlayır. Qismən də olsa bu belədir. O nöqteyi nəzərdən müsəlman bir kişi səmavi dinlərin nümayəndəsi olan qadınla ailə həyatı qurduğu zaman bunun inancından əl çəkməyi və hansısa bir yanlış bir yola düşmə ehtimalı azdır. Hətta orada dini hökmlərdə qeyd də vurulub ki, əgər kişinin əks tərəfin təsiri altında düşmə ehtimalı olarsa, onda bunların da izdivacına icazə olmur. Qadınlar isə bu tərəfdən əks kişinin təsiri altında düşdüklərinə görə onlara səmavi dinlərin nümayəndəsi ilə ailə həyatı qurmaq qəti surətdə icazə verilmişdir. Bu nöqteyi nəzərdən burada ümumi bir mesajı da bizlər görürük. Valideynlərə aiddir bu mesaj. Valideynlər övladlarını hansı bir şəxslə ailə həyatına girməmişdən əvvəl onlara mütləq olaraq bu tövsiyələri eləsinlər və əks tərəfin düşüncəsi, həyat tərzi ilə, ideologiyasına mütləq olaraq bir maraqlanmalıdırlar. Çünki bilsinlər ki, bu ailə həyatı sonradan hansısa bir mənfi nəticələrə gətirib çıxarda bilər. Rövşən müəllim, istər status cəhətindən, istər maddiyyat cəhətindən, istər ailələrin bir-birini anlama cəhətindən, bütün cəhətlərdən uyğunluq olsa, lakin yalnız ideoloji cəhətdən uyğunsuzluq olsa, deyirsiniz ki, uğursuz ailədir. Təbii ki, yəni bunların sonradan çox ciddi bir problemləri olacaq. Həm də İslam şəriəti hökmlərindən baxsaq, bu ailənin ümumiyyətlə nikaha getməsi, yəni düzgün hesab olunmur. Düzgün hesab olunmur. Rövşən müəllim, artıq verilişimizin vaxtı yekunlaşır. Sizlərlə də tamaşaçılarla sağollaşmalıyıq, minnətdarlığımızı bildiririk sizə. Çox sağ olun Rövşən müəllim. Sağ olun. Olduğu kimi bu dəfəki buraxılışında tamaşaçılar tərəfindən ünvanlanmış müxtəlif sualları Rövşən Abdullaoğlu cavablandırdı. Sağ olun, sağlıqla qalın.